Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala eşrefil enbiya ve seyyidil murselin. Emma ba'd. Əziz müsəlmanlar, gizlində və aşkarda sizə nəzarət edən Allahdan lazımca qorxun. Bəşəriyyətin islah olması ancaq insan haqlarının lazımınca ödənilməsi ilə mümkündür. Allah Teala yerləri, göyləri, dünya və axirəti məhz bu prinsiplə yaratmışdır. Hər bir insanın həm özü, həm başqaları üzərində haqları vardır ki, qiyamət günü buna görə məsuliyyət daşıyır və sorğu-sual olunacaqdır. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, İnnə li nəfsikə aleykə haqqa, sənin hətta öz nəfsin üzərində belə haqların vardır. İnsanın üzərindəki ən böyük haqqı özünü pisliklərdən qorumasıdır. Nəfs sahibinə pislikləri əmr etdiyi üçün onun şərindən hər an Allaha sığınmaq lazımdır. Peyğəmbər sallallahu aleyhi və səlləm Allahım, nəfsimin şərindən sənə sığınıram deyə dua edər və bu məsələnin nə qədər təhlükəli olduğunu müsəlmanlara xatırlatmaq üçün hər cümə xütbəsini və nəuzu billahi min şururi ənfusinə duası ilə başlayardı. Yəni nəfslərimizin şərindən Allaha sığınırıq. Əziz qardaşlarım, bugün sizə bir çox ayə və hədislərin hikmətinin yalnız insan nəfsini islah etmək üçün nazil olduğunu xatırladacağıq. Çox insanlar var ki, halal və haramı əzbər bilir, namaz qılır, oruç tutur və digər ibadətlər edir, amma əmr və qadağanın hələ nə üçün gəldiyinin hikmətini başa düşməyib. Allah Teala insanlardan öz nəfsini təmizlənməsini istəyərək belə buyurur. Mə yuridullahu liyec'al aleykum min harac və lakin yuridu liyutahhirakum. Bu əmr və qadağalarla Allah sizi çətinliyə salmaq istəməz. O sizi pak etmək və təmizləmək istəyər. Maidə surəsinin 6-cı ayəsi. Həmçinin peyğəmbərlərin göndərilmə vəzifəsi insanları nəfsin çirkabından təmizləyib, onları qəzəbin, tamahın, şəhvətin, qəflətin təhlükəsindən kənarlaşdırmaq idi. İbrahim və İsmail insanların nəfslərini təmizləyən bir peyğəmbər göndərilməsini Allahdan istəyərək belə dua edirlər. Ey Rəbbimiz, onların içərisindən özlərinə elə bir elçi göndər ki, sənin ayələrini onlara oxusun, kitabı və hikməti onlara öyrətsin və onları günahlardan təmizləsin. Həqiqətən sən qüdrətli və müdriksən. Bəqərə surəsinin 125-ci ayəsi. Allah Teala Musa peyğəmbərə də Fironun üzərinə nəfsinin əsarətindən qurtarmaq üçün göndərmişdir. Necə ki Allah Teala buyurur, Fironun yanına yollan, o həddini çox aşmışdır. De, günahlardan xilas olmaq və təmizlənmək istəyirsənmi? Naziyyat surəsinin 17-18-ci ayələri. Həmçinin Allah Teala qullarını təmizləmək üçün Məhəmməd Peyğəmbəri sallallahu aleyhi və səlləmi də eyni məqsəd ilə yazı oxu bilməyən ərəblərə göndərərək belə buyurmuşdur. Avam ərəblərə öz içərlərindən Peyğəmbər göndərən odur. Peyğəmbər haqq yoldan açıq-aşkar azmış insanlara Allahın ayələrini oxuyar, onları günahlardan, nəfsinin şərindən təmizləyər. Cümə surəsinin 2-ci ayəsi. Qurtuluş limanına yalnız nəfsi islah etməklə çatmalıyıq. Əks təqdirdə isə zərər, ziyan, ağrı, acı, düşmənçilik, peşmançılıq vardır. Allah Teala həyatının mənasının nəfsi təmizləmək olduğunu bizə xatırlamaq üçün Quranda ən uzun andını içərək belə buyurmuşdur. And olsun günəşin ardınca çıxan aya, and olsun günəşə və onun işığına, and olsun aya, and olsun günəşin parlaq etdiyi gündüzə, and olsun günəşi örtən gecəyə, and olsun göyə və onu yaradana, and olsun yerə və onu döşəyənə, and olsun nəfsə və onu yaradana ki, sonra da o naqisliklərini və pis əməllərdən necə çəkinmələrini, xeyri və şəri öyrədənə ki, nəfsini günahlardan təmizləyən mütləq nicat tapacaqdır. Yəni 8 ayəni Allah Teala and içir, axırda da nəyi demək istəyir? Nəfsini günahlardan təmizləyən insan mütləq nicat tapacaqdır. Onu günaha batıran isə əlbəttə ziyana uğrayacaqdır. Şəms surəsinin 9-10-cu ayələri. Qatədə radiyallahu anh buyurur ki, özünü Allaha itaətlə, salih əməllərlə tərbiyələndirənlər nicat tapanlardır. Bütün səmavi kitabların göndərilməsinin səbəbi insanların nəfslərinin təmizləmələri, yaxşı əməllər edib pis əməllərdən uzaq durmaları üçündür. Əziz müsəlmanlar, uca Allah nəfsi ilə mübarizə aparanların fəziləti barəsində belə buyurur. Qad əfləhə mən təzəkkə və zəkə rəsmə rabbihi fəsallə. Günahlardan təmizlənən kimsə uğur qazanmışdır. O kimsə ki, Rəbbinin adını xatırlayıb namaz qılmışdır. Əla surəsinin 14-19-cu ayələri. Həmçinin Allah Teala Quran-ı Kərimdə nəfsi islah etməyi möminlərə xas olan sifət olduğunu qeyd edərək belə buyurmuşdur. وَالَّذ۪ينَ هُمْ لِلزَّكَاتِ فَاعِلُونَ
O kəslər ki, zəkatlarını əda edərlər. Müminin surəsinin 4-cü ayəsi. İbn Kəsir, Allah ona rəhmət eləsin, bu ayəni şərh edərək buyurur ki, zəkat sözü təmizlənmək deməkdir. Zəkat həm malın, həm də nəfsin təmizlənməsinə deyilir. Mömin o kəsdir ki, bunların hər ikisini, həm malını, həm də nəfsini təmizləmiş olsun. Nəfsini təmizləyən kəslər Allahın lütf və mərhəmət etdiyi kimsələrdir. Çünki Allah Subhanahu taala Quran-ı Kərimdə buyurur: "Əgər Allahın sizə lütf və mərhəməti olmasaydı, sizdən heç kəs heç vaxt özünü təmizə çıxara bilməzdi." Nur surəsinin 21-ci ayəsi. Deməli, əgər biz buna müvəffəq oluruqsa, bu Allahın bizə olan bir lütfüdür. Özünü islah edənlər, nəfsini islah edənlər, nəfsini günahlardan təmizləyənlər qiyamət günü 2 cənnətlə mükafatlandırılacaqlar. Necə ki Allah Taala buyurur: "Və amma men xafa maqama rabbih və nahan nefs anil hava fe innel cennete hiyel ma'va." Kim Rəbbinin huzuruna gələcəyindən qorxmuş və nəfsini haram olan istək və arzulardan, şəhvət və ehtiraslardan qorumuşsa, həqiqətən cənnət onun məskəni olacaq. Həmçinin nəfsini təmizləyənlər cənnətdə yüksək məqamlarda olacaqlar. Allah Taala buyurur: "Kim Allahın huzuruna nəfsini təmizləyərək yaxşı əməllər etmiş bir mömin kimi gələrsə, onlara ən yüksək dərəcələr nəsib olacaq." Taha surəsinin 75-76-cı ayəsi. Əziz qardaşlarım, indi gəlin baxaq görək uca Allah bizlərə nəfsimizi islah etmək, təmizləmək üçün hansı yolları göstərmişdir. Əvvəla namaz qılmaq. Namaz qılmaq insan nəfsini pisliklərdən təmizləyən ən mühüm amillərdəndir. Allah Taala buyurur: "Həqiqətən də namaz çirkin və yaramaz əməllərdən insanı çəkindirir." Ənkəbut surəsinin 45-ci ayəsi. Namaz insanın özünü islah etməsinə kömək edən, xəta və günahları silən bir ibadətdir. Bu barədə Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, əgər sizdən biri qapısının önündən axan çayda gündə 5 dəfə yunsaydı, onun bədənində bir çirk qalardımı? Səhabələr yox deyə cavab verdikdə, Peyğəmbər sallallahu aleyhi ve sellem də 5 vaxt qılınan namaz da bunun kimidir demişdir. Hədisi Buxari Müslim rəvayət etmişdir. Həmçinin sədəqə və zəkat vermək insanın nəfsini günahlardan təmizləyən ibadətlərdəndir. Necə ki Allah Taala Quran-ı Kərimdə buyurur: "Onların malından sədəqə götür ki, bununla onları pak edib təmizə çıxarasan." Tövbə surəsinin 103-cü ayəsi. Malına haram qatmamaq, maldan sədəqə və zəkat vermək insanın cəhənnəmdən qorunmasına səbəbdir. Necə ki Allah Taala buyurur: "Və seycennibuha atqa ellezî yu'ti mâlehu yetezekka." Allahdan ən çox qorxan yalnız malını Allah yolunda sədəqə verməklə günahlardan təmizlənib cəhənnəmdən uzaq ola bilər. Leyl surəsinin 17-18-ci ayələri. Oruc da insanı pisliklərdən və pis əməllərdən qoruyur. Necə ki Allah Taala buyurur: "Ey iman gətirənlər, sizdən əvvəlkilərə vacib edildiyi kimi sizə də oruç tutmaq vacib edildi ki, bəlkə pis əməllərdən çəkinəsiniz." Bəqərə surəsinin 183-cü ayəsi. Dua etmək. Dua ibadətin içində ən əzəmətlilərindəndir. Məhz dua səbəbi ilə bəndə istəyinə çata bilir. Peyğəmbər sallallahu aleyhi ve sellem etdiyi əsas dualardan biri də "Allahım, mənim nəfsimi təqvalı et və onu təmizə çıxart" duası idi. Hədisi İmam Müslim rəvayət etmişdir. Allah'a zikr etmək. Allah'ı çoxlu zikr etmək qəlbin genişlənməsinə və nəfsin təmizlənməsinin səbəblərindəndir. Necə ki Allah Taala buyurur: "Ellezîne âmenû və tatmainnu qulûbuhum bi zikrillah, alâ bi zikrillah tatmainnul qulûb." Bilin ki, qəlblər ancaq Allah'ı zikr etməklə rahatlıq tapar. Rad surəsinin 28-ci ayəsi. Quran oxumaq. Quranı layiqincə oxumaq, ona əməl etmək insanı təmizləyən, bəndəni Rəbbinə yaxınlaşdıran səbəblərdəndir. Necə ki Allah Taala Quran-ı Kərimdə buyurur: "Ey insanlar, Rəbbinizdən sizə bir öyüd nəsihət, ürəklərdə olana bir şəfa, möminləri doğru yola yönəldən, rəhbər və mərhəmət, nəfsləri təmizləyən bir kitab gəlmişdir." İbn Qayyim rəhmətullahi aleyh buyurur ki, Quran bütün qəlb və bədən xəstəliklərinin tam şəfasıdır, dünya və axirətin dərmanıdır. Həmçinin Fudeyl faydalı elmlə məşğul olmaq da öz sahibini təmizləyən səbəblərdəndir. Allah Taala buyurur ki, "De, heç bilənlərlə bilməyənlər təmizlənmək baxımından dünya və axirətdə eyni ola bilərmi? Bundan ancaq ağıl sahibləri düşünüb ibrət alarlar." Zümər surəsinin 9-cu ayəsi. Faydalı elmin öz sahibini nə qədər təmizlədiyini bilsəydilər, hər kəs elm əhlindən olmağa can atardı. Allah Taala buyurur: "İnnəmə yaxşallahu min ibadihil uləmə." Allahdan haqqı ilə ancaq alimlər qorxar. Fatih surəsinin 28-ci ayəsi. İnsan öz eyiblərini görməli, onları düzəltməyə tələsməlidir.
Allahın hər an ona nəzarət etdiyini unutmamalıdır. Bu baxımdan alimlərin və şərəfli insanların həyatlarını oxumaq insanı islah edən amillərdəndir. Onların həyatlarını oxuyan kəs özündə olan naqislikləri görüb müqayisə edə bilər. Həmçinin gözü haramlardan qorumaq nəfsi təmizləyən səbəblərdəndir. Allah Teala Quran-ı Kərimdə buyurur ki, mömin kişilərə de ki, harama baxmayıb gözlərini aşağı diksinlər və özlərini zinadan qorusunlar. Bu onlar üçün daha təmizdir. Nəfslərini təmiz etmək üçün ən yaxşı əməldir. Nur surəsinin 31-ci ayəsi. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, kim bir qadının cazibədarlığından, gözəlliyindən gözünü çəkərsə, Allah imanın şirinliyini ona datdırar. Hədisi İmam Tirmizi Həsən yolda rəvayət etmişdir. Boş və mənasız, insanın özünə aid olmayan şeyləri danışmağı tərk etməsi də nəfsi təmizləyən, günaha düşməyinin qarşısını alan amillərdəndir. İmam Şafi rahmetullah aleyh buyurur ki, susmaq tozlu parçadan çıxan toz kimi insanların günahlarını tökür. İbn Qayyim rahmetullah aleyh buyurur ki, günahların çoxu boş mənasız danışıqlardan, harama baxmaqdan yaranır. Bu iki şey şeytanın insanı azdırmaq üçün daxil olduğu ən geniş qapıdır. Bu həyatda insanın əxlaqını, imanını, düşüncələrini kirləndirən və yaxud təmizə çıxaran onun dostları və ətrafındakı insanlardır. İnsan öz dostunun dilindədir. Bu həyatda aslan aslanla, qartal qartalla, tülkü tülkü ilə, pişik pişiklə, çaqqal çaqqalla gəzir. Heç bir qurdun bir çaqqalla gəzdiyini gördünüzmü? Sizlərdən biriniz kiminlə dostluq etdiyinə baxsın. Dostluq qəlbən kiməsə məhəbbət bəsləməkdir. Yaxşı dostla dostluq etsən yaxşılığa, pis dostla dostluq etsən pislik etməyə daha da yaxınlaşacaqsan. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, yaxşı dostla pis dostun məsəli ətir satanla körük vuranın məsəlinə bənzəyir. Ətir satanla oturub qalxanın üstündən ətir yiyələr, körük vuranla oturub qalxanın üstündən isə tüstü pas yiyələr. Hədisi Buxari rəvayət etmişdir. Qulun başına hər hansı bir müsibət gələrsə, onun ilk səbəbkarı özüdür. Allah Teala Quran-ı Kərimdə buyurur, başına müsibət gələnlərə de ki, bu sizin öz əməllərinizə görədir. Həqiqətən Allah hər şeyə qadirdir. Ali İmran surəsinin 165-ci ayəsi. Kim ki daxilini düzəldər, islah edərsə, Allah onun xaricini islah edər. Kim də Allahla özünün arasını düzəldərsə, Allah da onunla insanların arasını düzəldər. Ona görə hər kəs ilk olaraq özünün islah olması üçün çalışmalı, sabahı üçün özünü azuqə yığmalıdır. Unutmayın ki, bugün əməl var, hesab yoxdur. Sabah hesab var, əməl yoxdur. Ona görə də hər kəs nə əməl etdiyinə, sabahı üçün nə hazırladığına baxmalıdır. Günümüzdəki müsəlmanlara nəzər salsaq və yaxud nəzər saldıqda əksəriyyətinin öz nəfsləri və öz ailələri ilə deyil, başqalarının islahı ilə məşğul olduqlarını görürük. Ailəsi nəsə istəyəndə deyir, vaxtım yoxdur. Amma hansısa qardaş çağıranda canla başla gedir. Bugün ümməti xilas etmək üçün çalışır, amma xəbəri yoxdur ki, evdə ailəsi tutub yanır. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, insanlara xeyir öyrədərək özünü unudanın misalı fitrə bənzəyər. Başqalarını işıqlandırıb özünü yandırar. Tabarani Mucəmil Kəbir kitabında rəvayət etmişdir. Belə insanlara Allahın bu ayəsini xatırlatmaq istəyirəm. Ey iman gətirənlər, öz qeydinizə qalın. Maidə surəsinin 105-ci ayəsi. Həqiqətən hər bir müsəlman özünün və ailəsinin islahı ilə məşğul olarsa, dünyada İslam qanunları, İslam əxlaqı bərqərar olar. Bunun əksinə hərəkət edənlər isə özlərini yanlış təsəllilər ilə mənim bacardığım budur, elmim və ya imanım azdır, zəifəm, çətindir, Allah məni belə yaradıb və s. buna oxşar kəlmələr ilə ancaq özlərini oyalayırlar, aldadırlar. Bəhanələr içi boş kapsullar kimidir. Heç bir dərdə dərman olmaz. Səndən başqa heç kəs onu udmaz. Çarəni, həlli, çıxış yollarını həqiqət və reallıqda axtarmaq lazımdır. Bu həqiqət yolu və reallığı isə Allah Teala Quran-ı Kərimdə bizə belə izah edir. Həqiqətən də insanlar özlərini dəyişmədikcə Allah onları dəyişməz. Rəd surəsinin 11-ci ayəsi. Əziz qardaşlarım, bütün ayə və hədislərdən, əmr və qadağalardan başa düşülən odur ki, Allah bu şəriətin tamamını bizlərin islah olması və mənəviyyatımızı, daxilimizi təmizləmək üçün nazil etmişdir. Namazı, orucu, zəkatı, sədəqəni, zikri, duanı və s. digər ibadətlərin əmr olunmasının hikməti bunların içərisində olan nəfsi islah etməyi, yəni bu bahalı cövhəri kəşf edib mənimsəməkdir.
Əks təqdirdə nə namaz, nə oruc, nə zəkat, nə həc, nə dua, nə zikir və s. digər ibadətləri yerinə yetirsək belə Allahın vəd etdiyi qələbəni, huzuru, rahatlığı həyatımızda tapa bilməyəcəyik. Bizə qalan quru və sönük bir ibadət olacaq. Əgər nəfsimizi quru ibadətlərlə islah etməyə çalışsaq, bizim namaz qılıb zina edənlərdən, namaz qılıb içki içənlərdən fərqimiz qalmayacaq. İbadətlərin içindəki cövhəri bizə ancaq, diqqətlə fikir verin, tədəbbür, təfəkkür, Allahla tək qalıb öz günahları haqda düşünmək, nəfsi hesaba çəkmək və qəbirləri tək ziyarət etmək kimi 5 ruhsal ibadət aça bilər. Bir də deyirəm, əgər nəfslərimizi quru ibadətlərlə islah etməyə çalışsaq, bizim namaz qılıb zina edənlərdən, namaz qılıb içki içənlərdən fərqimiz qalmayacaq. İbadətin içərisindəki cövhəri bizə ancaq tədəbbür, təfəkkür, Allahla tək qalıb öz günahları haqqında düşünmək, nəfsi hesaba çəkmək və qəbirləri tək tənha ziyarət etmək kimi bu 5 ruhsal ibadət bizi bu cövhərə çatdıra bilər. Allah bizi eşitib faydalananlardan etsin. Əmmə bəd, şair buyurur ki, mərhəmət duyğusu səndə yoxdursa, evində bir tikə halal yoxdursa, süfrəndə yoxsula yerin yoxdursa, bir ay ac qalmağın nə mənası var? Tərəzin çəkəndə əyri çəkirsə, dilin zəhər kimi qəlb incidirsə, əlin rüşvət alıb rüşvət verirsə, etdiyin zikrin nə mənası var? Yalandan and içib haqqa girməklə, haqsızdan pul alıb haqlı etməklə, haram pullarla villa tikməklə, yetimin haqqını bölüb yeməklə, şər atıb birini bədbəxt etməklə, Kəbədə tavafın nə mənası var? Allah sizin qəlbinizə baxar, əməllərinizə deyil. Əziz müsəlmanlar, hər bir kəs öz nəfsini islah etməyə cəhd etməlidir. Tez-tez öz nəfsini hesaba çəkməlidir. Qiyamət günü hesaba çəkiləcəyinə həqiqi inananlar bu dünyada özlərini hesaba çəkməli, naqisliklərini aradan qaldırmalıdırlar. Bilin ki, bu dünyada özünü hesaba çəkməmək Allah qarşısına layiqli çıxmayanların sifətlərindəndir. Özünü bu dünyada hesaba çəkməyənlər qiyamət günü böyük bir peşmançılıq içərisində olacaqlar. Ənəs ibn Malik radiyallahu anh rəvayət edir ki, Ömər ibn Xattabla birlikdə yola çıxdıq və dincəlmək üçün fasilə verdik. Ömər ibn Xattab bir hasarın arxasına keçib belə dediyini eşitdim. And olsun Allaha ki, ey Xattabın oğlu, ya Allahın əmrlərini yerinə yetirib qadağan etdiklərindən çəkinəcəksən, ya da Allah sənə əzab verəcək. Allah Taala buyurur ki, hər kəsin kitabı qarşısına qoyulacaq və sən günahkarların orada yazılmış olanlardan, günahlarından qorxduqlarını görəcəksən. Onlar deyəcəklər, vay halımıza, bu necə bir kitab imiş, o nə bir kiçik, nə də böyük bir günahı buraxmadan hamısını sahib qeydə almışdır. Onlar etdikləri əməlləri öz qarşılarında hazır görəcəklər. Rəbbin heç kəsə haqsızlıq etməz. Nəfsini hesaba çəkmək üçün müsəlmanın başına gələn bəlalar, xəstəliklər, müsibətlər, sıxıntılar əslində bir fürsətdir. Çünki bu sıxıntılar insanın qəflətdən ayılmasına və özünə sual verib düşünməyə vadar edir. Əziz qardaşlarım, nəfsinizi hesaba çəkin. Nəfsinizi hesaba çəkməsəniz günahlarınız daha da çox olacaq. Bir anlıq otur, etdiyin əməllər barəsində düşün. Etdiyin yaxşı əməllərin səni arxayın etməsinə izin vermə. Pis əməllərinin aqibəti barəsində düşün. Günahların kiçikliyinə deyil, kimə asi olduğunu fikirləş. Etdiklərinlə kimi narazı saldığını bax. Kimi razı, kimi narazı saldığını fikirləş. Nəfsimizə hakim olmamız və nəfsimizə xüsusi diqqət yetirməyimiz üçün Allah Taala bizi Qurani Kərimdə belə təbliğ edir. Ey iman gətirənlər, Allahdan qorxun. Hər kəs sabahı üçün nə etdiyinə baxsın. Allahdan qorxun. Həqiqətən Allah nə etdiklərinizdən xəbərdardır. Həşr surəsinin 18-ci ayəsi. Əziz qardaşlarım, heç bir müsəlman öz nəfsini hesaba çəkməyənə qədər təqva əhlindən ola bilməz. Özünü hesaba çəkmək salih möminin sifətlərindəndir. Əslində hər bir müsəlman günah edir. Hər birimiz hər axşam başını yastığa qoyanda Allah üçün nə etdiyini, hansı savab əməllərlə məşğul olduğunu, Allah üçün hansı haramlardan çəkindiyini və yaxud niyə çəkinə bilmədiyini düşünməlidir. Düşünmək insana çox bağlı qapıları açır. Nəfsi hesaba çəkməyin hikməti də budur. Günah edənimiz dərhal tövbə etməli, ana, ata, zövcə, övlad, qardaş haqqına girənimiz isə dərhal halallıq almalıdır. Yalnız Allahdan həqiqi qorxan bəndələr günah etdikdə tövbə edib halallıq alarlar. Kim ki nəfsini hesaba çəkməz və tövbə etməzsə, ona qiyamət gününün əzabından qurtuluş olmaz. Bil ki, heç bir əməl sənin Rəbbindən gizli qalmır.
Yerdən, göydən, ətrafımızda olan canlı və cansızlar, hətta əzaların belə əslində etdiyin əməllərə elə əzalarının şahidlik etməsi sənə kifayətdir. Necə ki, Allah Teala Qurani Kərimdə buyurur, onlar qiyamət günü öz dərilərinə, günahkar insanlar öz dərilərinə belə deyəcək: nə üçün əleyhimizə şahidlik etdiniz? Dəriləri də hər şeyi danışdıran, dilə gətirən Allah bizdə danışdırdı deyəcək. Sizi ilk dəfə o yaratmışdır və siz sonda ona qaytarılacaqsınız. Füssilet surəsinin 25-ci ayəsi, 21-ci ayəsi və başqa bir ayədə yevmə idin tuhaddisu əxbərəhə, həmin gün yer öz əhvalatını danışacaqdır. Zəlzələ surəsinin 4-cü ayəsi. Bir gün sahabələr soruşdular: ey Allahın elçisi, yerin xəbəri nədir? Peyğəmbər sallallahu aleyhi ve sellem hər bir bəndənin etdikləri barədə ayağının altındakı yer, torpaq, daş şahidlik edəcək və deyəcəkdir: sən filan gündə filan əməli eləmədinmi? Hədisi İmam Əhməd rəvayət etmişdir. Ömər ibn Xattab radiyallahu anh buyurur ki, ahirətdə hesaba çəkilmədən əvvəl özünüzü hesaba çəkin. Çünki Allah Teala Qurani Kərimdə buyurur, o gün ey insanlar, siz gətiriləcəksiniz, haqq hesab üçün Rəbbinizin huzuruna gətiriləcəksiniz. Sizin heç bir sirriniz Allaha gizli qalmayacaqdır. Haqqa surəsinin 18-ci ayəsi. Əziz qardaşlarım, nəfslə mücadilə aparmaq çətindir. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, mücahid o kəsdir ki, nəfsi ilə cihad etsin. Hədisi İmam Tirmizi rivayət etmiş, Şeyx Albani səhihləşdirmişdir. Belə ki, nəfslə cihad etmək, düşmənlə cihad etməkdən daha əvvəl gəlir və daha vacibdir. Belə götürəndə daha ağırdır. Çünki kafirlərlə cihadda qələbə çalsan da, məğlub olsan da, Allah Teala hər ikisində sənə mükafat vermişdir, vəd vermişdir. Necə ki, Allah Teala Qurani Kərimdə buyurur, qoy dünya həyatını tərk edib ahirəti qazananlar Allah yolunda vuruşsunlar. Kim Allah yolunda vuruşub öldürülərsə və ya qalib gələrsə, biz ona böyük bir mükafat verəcəyik. Nisa surəsinin 74-cü ayəsi. Lakin nəfslə cihad isə belə deyil. Qələbə çaldıqda mükafat, məğlub olduqda isə əzab var, cəhənnəm var. Allah Teala başqa bir ayda buyurur, o gün hər kəs etdiyi yaxşı və pis əməlləri qarşısında hazır görəcək. Özü ilə pis əməlləri arasında çox böyük bir məsafə olmasını arzulayacaq. Allah sizi öz azabından çəkindirir. Həmçinin Allah qullarına şəfqətlidir. Ali İmran surəsinin 30-cu ayəsi. Çox insanlar arxayınlaşaraq sonra tövbə edərəm deyərək günahlarda israrlı olurlar. Ancaq insanın həyatından ötən hər an onu böyük bir hesaba yaxınlaşdırır. Əbu Dərdə radiyallahu anh buyurur ki, ey Adəm övladı, sən günlərdən ibarətsən. Sənin bir günün getdikdə sənin bir hissen gedir. Görün biz necə də qəflət içərisindəyik. Yaşayırıq, deyib gülürük. İbn Abbas radiyallahu anh buyurur ki, necə sevinək ki, ölüm bizim arxamızdadır, qəbir qabağımızda. Qiyamət qarşılaşacağımız gündür. Cəhənnəm isə keçdiyimiz körpünün altında, duracağımız yer isə Allahın huzurudur. Məhəmməd ibn Vasi rahmetullahi aleyh buyurur ki, əgər görsəniz ki, cənnətdə bir nəfər ağlayır, onun ağladığına görə təəccüblənərsiniz, elə deyilmi? Bəli, deyə cavab verirlər. Muhammed ibn Vasi buyurur ki, bu dünyada gülənin halı ondan daha betərdir. Çünki hara gedəcəyini və sonunu bilmir. Əziz qardaşlarım, son olaraq insan düşdüyü xətalara görə Rəbbinə tövbə edib, ona qayıtmalı və Allahın ondan istədiyi kimi həyat sürməlidir ki, sonra peşman olmasın. Allah Teala Qurani Kərimdə buyurur ki, "İn qilə lekum irci'u ferci'u və huve eska lekum." Sizə qayıdın deyildisə qayıdın. Bu sizin üçün daha xeyirlidir. Nur surəsinin 28-ci ayəsi. Başqa bir ayədə isə Allah Teala buyurur ki, "Və tubu ilallahi cəmi'an eyyuhel mu'minun la'allakum tuflihun." Ey iman gətirənlər, hamınız Allaha tövbə edin ki, nicat tapanlardan olasınız. Nur surəsinin 31-ci ayəsi. Hər kəs öz əməllərindən nəticə çıxarsın, sabahı üçün tədarik görsün. Son olaraq bu iki məqamı unutmamalıyıq. Birincisi, nəfs öz başına nəzarətsiz buraxıldığı təqdirdə sahibini insanlıqdan uzaqlaşdırıb amansız bir vəhşiyə və bəzən də heç kimə, hətta özünə belə rəhm etməyən bir qatilə çevirir. İkincisi, nəfsi islah etdikdən sonra artıq çatdım, işim qurtardı demək olmaz. Onun islah zirvəsində sabit qalması üçün həmişə düşüncəli və əməli nəzarətdə saxlamaq lazımdır. Buna idmanla məşğul olan idmançıların bədən quruluşunu qoruyub saxlamaq məqsədi ilə mütəmadi idman etməsini bənzətmək olar. Çünki nəfs islah üzərində sabit saxlamaq islah etməkdən də daha çətindir. Bir üstünlüyü, medalı, adı, şanı və s. qazanmaq nə qədər çətindirsə, onu qorumaq ondan da çətindir. Peyğəmbər sallallahu aleyhi ve sellem
əməllərini qorumaq üçün ən çox etdiyi dualardan biri də ey qəlbləri çevirən Allah mənim qəlbimi dinində sabit et duası idi. Və başqa bir rəvayətdə irəlilədikdən sonra geriləməkdən, güclü olduqdan sonra zəifləməkdən sənə sığınıram duası idi. Allah bizləri öz nəfsini hesaba çəkən, Allahın ayələrini, yaratdıqlarını, ölümü və sonrasını düşünən, bunun üçünə tədarük edən qullardan etsin. Bizlərə gözəl iman, əxlaq, şükür edən bir ürək, zikr edən bir dil, qəza qədərə razılıq göstərən xeyirli bir ömür, Allahın dininə çox xidmət etməyi, qəbir əzabından, axirət dəhşətindən xilas olmağı, ömrü boyu razılığına uyğun yaşamağı və son nəfəsdə səmimi tövbə etməyi bizlərə və sevdiklərimizə, övladlarımıza nəsib eləsin. Və sonunda bilin ki, Allah Taala bizlərə Peyğəmbərinə salavat deməyimizi əmr edərək belə buyurur. İnnəllahi və mələikətə yusalluna alən-nəbiyyə eyyuhəl-ləzīnə əmənu sallu aleyhi və səllimu təslimə. Doğrudan da Allah və onun mələkləri Peyğəmbərə xeyir dua verirlər. Ey iman gətirənlər, siz də ona xeyir dua verib, kamil ədəb ərkanla salamlayın. Əhzab surəsinin 56-cı ayəsi. Allah bizi istifaydanlardan etsin. Və axir dəvanə elhamdülillahi rabbil alemin. Və sallallahu səlləm alə nəbiyyinə Muhammed və alə alihi və sahbihi və səlləm.